Ölkəsindən ayrı düşdü. Oğlu özünə qəsd etdi. İranın ilk taclı qadını olan Fərəh Pəhləvidən sizə danışacağam. Əslən Azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Ata-babası 19-cu əsrin sonlarında Qacarlar dövlətinin Çar Rusiyasındakı səfiri olub. Qızlıq soyadı Diva olan Fərəh zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumları ilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehranda və Parisdə alır. Məktəb illərində o idmanla məşğul olur. Hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqları qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur. 21 yaşlı tələbə Fərəh 40 yaşlı Məhəmməd Rıza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutur. Fərəh Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rıza Pəhləvinin 3-cü arvadı olur. Şahın Fərəhdən əvvəlki iki nicahının pozulmasının səbəbi onun övladının olmaması idi. Məhz vəliəhtin olmaması xalqı və hökuməti narahat edir. 1960-cı ildə Fərəh oğlan övladı dünyaya gətirir. Onların ümumilikdə 4 övladı dünyaya gəlir. 1967-ci ildə Fərəh Banuya tac qoyma mərasimi keçirilir. Ona Şahbanu titulu verilir. Şah və Şahbanu İranı müasirləşdirməyə çalışırdılar. Fərəh ali təhsilli qadın olub. O, fars dilindən başqa Azərbaycan, ingilis və fransız dillərini bilirdi. Həmişə dəbli və zərif geyinir. Fərəh Pəhləvi 1972-ci ildə SSRİ səfəri çərçivəsində öz arzusu ilə Azərbaycana dəvət olunur. Sovet hakimiyyəti onun bu arzusunu yerinə yetirməyə ona yox deyə bilmir və Fərəh Azərbaycana gəlir. Bakıda onun üçün möhtəşəm bir ziyafət təşkil olunur. 70-ci illər Sovet hakimiyyəti sərhədlərin qapalı olduğu bir zamanda xaricə getmək, xüsusilə İrana getmək heç də asan deyildi. Məhz elə bir zamanda İran nümayəndəsinin özü də Azərbaycan əsilli Şah xanımın Sovetlərə səfəri maraqla qarşılanmışdı. Soyuq qış ayları, qar altındakı Rusiyanı kəşf etmək həvəsi Şahbanını yenidən Moskvaya gətirir. 1979-cu ildə İran inqilabından sonra Məhəmməd Rıza və ailəsi yanvarın 4-də İranı tərk etmək məcburiyyətinə qalır. Xərçəngdən əziyyət çəkən Şah 1980-ci ilin iyulun 27-sində Qahirədə vəfat edir və Ər-Rifahı məscidində bastırılır. 2001-ci ildə Fərəh Pəhləvinin qızı Şahzadə Leyla vəfat edir. 2011-ci ildə ailə növbətdə və bədbəxtlik üz verir. Məhəmməd Rıza Pəhləvinin kiçik oğlu Əli Rıza Pəhləvi ABŞ-də özünü güllə vurur. Şah ailəsi bunu oğlunun bir İranlı kimi vətənindən kənara qalması, atasının və cavan yaşlı bacısının ölümü ilə əlaqələndirilir. Bugün Şahbanu Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır.